Mənə ürəkdirək lazım deyil, zaten həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın. Bu sözləri Yasamalda baş verən yanğın zamanı həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası tanınmış vəkil Əli Qəmbərov şəxsi Instagram səhifəsində yazıb. Eyni zamanda sahibkarın bu özbaşınalığa rüşvət qarşılığında göz yuman səlahiyyətli şəxslərin hər birinin məsuliyyətə cəlb edilmələrini tələb edirəm deyə o digər paylaşımında qeyd edib. Zaqatala rayonunda yaşayış binasında yanğın baş verib. Hadisə rayonun Qazangül qəsəbəsində 5 ailənin yaşadığı ümumi sahəsi 280 kvadrat metr olan bir mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadrat metr sahədə zədələnib. Həmçinin bina sakini Xuraman Qocayevaya məxsus ümumi sahəsi 130 kvadrat metr olan 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və tavanı 12 kvadrat metr sahədə yanıb. Qadının sözlərinə görə 2024-cü ilin yay aylarında da rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Bu binada isə evi təzəlikçi alıblar. Faktla bağlı araşdırma aparılır. Bir neçə gün öncə Xətai rayonunda itkin düşən 63 yaşlı NZS qəsəbə sakini Qutayız Xəlilovun meyti aşkarlanıb. Onun meyti Əmircan qəsəbəsində avtobus dayanacaqlarından birinin yanında tapılıb. Xatırladaq ki, həmin şəxs 2 gün əvvəl yaşadığı ünvandan işlədiyi Suraxanı rayonuna getmək üçün evdən çıxıb və geri qayıtmayıb.